Diqqət, sizinlə işimiz var. İş qurmaq, mövcud biznesini böyütmək, karyerasında irəliləmək istəyənlər üçün Nərmin Aşurzadə ilə idarə etmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Bugünkü həmsöhbətim 3-cü yüksəliş müsabiqəsinin qaliblərindən biri olan İlahə Baxışova Tahirlidir. Biz İlahə xanımla birlikdə həm yumşaq bacarıqlar haqqında danışacağıq. Bu yumşaq bacarıqlar bizə karyerada necə kömək edə bilər, hansı əhəmiyyəti var, bunu müzakirə edirik. Həmçinin də yüksəliş müsabiqəsində növbəti mərhələlərə hazırlıq üçün nələri bilmək lazımdırsa, bu haqda da mütləq müzakirəmiz olacaq. Və siz də əgər yüksəliş müsabiqəsinə qoşulmusunuzsa, iştirakçısınızsa və sizə də maraqlıdır ki, necə qalib gələ bilərəm, yəni bir qalibin təcrübəsi ilə bağlı nəsə soruşmaq istəyirsinizsə, onda bizimlə əlaqə saxlaya bilərsiniz. Söhbətə sən də qoşul. Telefon nömrəsi 012 404 1122. İlahə xanım, xoş gəlmisiniz. Necəsiz? Xoş gördüm xanım, siz necəsiz? Təşəkkür edirəm. Yüksəliş müsabiqəsi həyatınızda nəyi dəyişdi? Çox şey əslində dəyişdi deyərdim. Yəni ən azından həm karyerada işə yanaşma yenə də eynidir, amma seçimlərdə artıq daha öz belə deyək, bacarıqlarından ən azından bir müddətə qədər insan müəyyən yaşa qədər gələndə öz bacarıqlarını anlayır. Fikirləşirəm yüksəliş qalibləri elə bu əsas bacarığına görə qalib olurlar, öz bacarıqlarını tanıyan insanlardır. Amma yüksəliş qalibi olandan sonra sən elə bir mühitə düşürsən ki, səninlə eyni deməyim, oxşar xüsusiyyətlərə sahib olan qaliblər, təsəvvür edin ki, artıq sayıları da günü-gündən artır. Biz təkcə yüksəliş, yəni 3 qalibləri olaraq yox, hər kəs qaliblərin müəyyən bir network şəbəkəsi yaranır. Səninlə oxşar xüsusiyyətlərə malik, oxşar baxışları, intellekt səviyyəsi, dünya görüşü olan insanlarla bir mühitə düşürsən və birincisi orada bir daha əmin olursan ki, doğru yoldasan. İkincisi də yüksəliş müsabiqəsinin gətirdiyi müəyyən həm istər mentorluq proqramı çərçivəsində, istər proqram çərçivəsində müəyyən rəhbərlərlə görüşürsən, digər daha uğurlu şəxslərlə görüşürsən, onların verdiyi istiqamət məncə həyat seçimlərində müəyyən rol oynayır. Yəni birdən-birə radikal dəyişiklik bəlkə də kiminsə həyatına baş vermir. Fikirləşirəm ki, məndə elə oldu, amma müəyyən seçimlərdə sən daha artıq oradan öyrəndiyin nələrsə tətbiq edirsən. Ona görə deyə bilərəm çox şey. Bir ifadə işlətdiniz ki, insan öz bacarığını tanımağa başlayır. Məsələn, bu mənim üçün əvvəl çox sadə səslənirdi. Belə primitiv də hətta gələ bilərdi ki, öz bacarığını tanımayın. Burada nə var ki, hamımız bilirik. Amma dövr keçir, doğrudan da adam başa düşür ki, yəni sən ya özünün hansısa yaxşı üst tərəflərini görə bilmirsən, üstün tərəflərini alçaldırsan, kiçildirsən, balacalaşdırırsan gözündə. Və əksinə, elə insanlar var ki, o bacarıq onda çox da formalaşmayıb, amma onu daha əmindir, daha rahatdır özündə. Əvvəl mən bunu müqayisə etsəydim, elə bilərdim ki, ikincilərdən olmaq bu daha pisdir. Yəni o bacarıq səndə yoxdur, amma o sənin gözündə elə görünür ki, var. Amma indi başa düşürəm ki, deyəsən yox, birincilərdən olmaq bu sənin üçün daha təhlükəlidir ki, sən özünə tam inanmırsan, öz bacarığını düzgün dəyərləndirmirsən. Ona görə siz nə düşünürsünüz bu haqda? Adam necə özünə əmin ola bilər? Özünü necə SWOT təhlilimi edə bilər ki, o nədə yaxşıdır, nədə yox? Çox dərin mövzudur. Yəni bunun üzərində o qədər danışa bilərik. Çünki özümün də hələ də daim düşündüyüm, təkcə belə müzakirələrdə yox, özümü də analiz edəndə düşündüyüm mövzulardan biridir və yüksəliş çərçivəsində təmasda olduğumuz daha yüksək səviyyəli rəhbərlərlə də kommunikasiyaya girəndə görürsən ki, kənardan elə görsənir ki, onlar artıq müəyyən bir pilləyə çatıblar və dayanıb, yəni onlar hər şeyi bilirlər, amma görürsən ki, çox uğurlu rəhbərlər belə hələ də analiz eləyirlər ki, məndə bu bacarıq görəsən necədir, bəli, yəni bu əslində bir növ insana həm də belə motivasiya verir ki, deməli təkcə məndə deyil də məsələ. Çünki insan biraz özünü analiz edəndə fikirləşə bilər ki, bəlkə problem məndədir, hər kəsdə var, məndə yoxdur, amma digər insanlarla görürsən ki, elə normalı budur. Əslində daim analiz etmək lazımdır. Çox təəssüf ki, bir çox insanlar ümumiyyətlə o dediyiniz hər iki, həm ya özündə zəif olan məsələləri ümumiyyətlə fikirləşir ki, onda çox güclüdür. Bu da bir yanılğıya gətirib çıxardır. Və yaxud da tam əksinə, özündə artıq mövcud olan xüsusiyyətləri zəif kimi qiymətləndirir. Əslində yüksəliş kimi müsabiqələr, ümumiyyətlə bu kimi belə də müəyyən simulyasiyalar, gündəlik həyatda da fərqində olmaq məsələsi nədir? Daim arada biraz özümüzə qayıtmaq ki, mən bunu niyə elədim? Görəsən mən bunu niyə edə bilmədim? Mən məsələn nəyə görə dedim ki, öz bacarıqlarımı tanımağa? Mən insan resursları sahəsində uzun müddət çalışmışam, bacarıqlar sahəsində təcrübəm olduğunu bilirəm.
bilirəm və bu barədə də çox araşdırmışam, amma yüksəliş müsabiqəsinə gələndə bəzi məsələlər var idi ki, mən fikirləşirdim ki, çox rahat alınacaq, problem yoxdur. Çünki mənim onsuz da çox yaxşı effektiv ünsiyyətim var, kommunikasiya bacarıqlarım çox yüksəkdir. İndiyə kimi heç bir problem olmayıb fikrimi ifadə eləməkdə. Amma sən düşürsən bir situasiyaya, görürsən ki, yox, elə situasiya ola bilər ki, deməli sən o situasiyada hələ olmamısan. Amma yüksəliş sənə o situasiyanı yaradır və sən bəlkə də həyatında heç olmayacağın situasiyaya orada düşürsən və görürsən ki, əslində çox da asan deyil. Bəzən sənin güclü hesab elədiyin o kommunikasiya bacarığın biraz da üzərinə nəsə əlavə eləməlisən ki, bax gələcəkdə belə situasiyalarda sən daha doğru qərar verəsən və yaxud daha doğru hərəkət eləyəsən. Və yeri gəlmişkən bir var ki, sən rəqiblərin içindəsən və onlarla düzgün kommunikasiya qurmalısan. Çünki hər biriniz eyni şeyi istəyirsiniz, onun üçün mübarizə aparırsınız. Hər nə qədər orada komanda anlayışı olsa da, amma əslində hər biriniz yarışırsınız. Bu şəraitdə yəqin ki, ünsiyyət bacarığı digər normal o standart hallarda komanda daxilində olmaqdan bir qədər fərqlidir. Ona görə bu istiqamətdə nələri inkişaf etdirmək lazımdır və nəyi bilmək lazımdır, bu haqqda danışacağıq. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları davam edir. İş işdən keçməmiş, dinləyin. Bugünkü qonağımız isə 3-cü yüksəliş müsabiqəsinin qalibi olan İlahə Baxışova Tahirlidir. Biz İlahə xanımla birlikdə müzakirə edirik ki, iş mühitində yumşaq bacarıqların strateji üstünlüyə çevrilməsinin əhəmiyyəti nədir, necə yumşaq bacarıqları inkişaf etdirə bilərik və yumşaq bacarıq demək nəyi başa düşmək lazımdır, bu haqqda danışdıq. İndi isə istəyirəm soruşum ki, bax, əvvəldə də qeyd etdiniz ki, ünsiyyət bacarığı. Həmişə özümə bu mövzuda güvənmişəm, amma belə bir situasiyaya düşürsən ki, başa düşürsən, biraz fərqlidir və yüksəliş də onlardan biri idi. Və doğrudan da məsələn biz ya rəqiblərin içində olanda və ya bizimlə eyni düşüncədə olmayan insanların yanında necə düzgün kommunikasiya bacarıqları yarada bilərik? Yüksəliş əslində bir daha sübut elədi ki, əslində orada belə deyək də bir məqsədə doğru gedən, amma özü o məqsədə doğru çatmaq istəyir də. Yəni bu bir marafon kimi bir şeydir. Əlbəttə ki, komanda ruhunu biz orada göstəririk, amma günün sonunda yenə də rəqabət var. Rəqabət sözünü deməkdən çəkinmirəm, çünki bəzən biz deyirik yox, amma bu neqativ mənada deyil. Günün sonunda bir qalibiyyət var və sən orada maksimum rəqabət deyəndə nədir? Öz ən belə deyə potensialının ən maksimumuna çatmaq istəyirsən və digərlərindən də daha öndə olmaq istəyirsən deyək. Düşünürəm ki, belə vəziyyətlərdə əsas açar bir neçə məsələ var, hansı ki mən bunu özüm yüksəliş keyslərində də tətbiq etmişəm və fikirləşirəm ki, elə əsas da sir budur. İlk öncə insanlar kommunikasiya quranda nə istəyir? Əsas da yüksəliş kimi artıq emosional belə deyə bir vəziyyət var orada, sən bir mükafat və qalibiyyət dalınca gəlirsən. Sən eşidilmək istəyirsən. Sənin bir məsələn var, bir deyək ki, arqumentin var və sən onu eşitdirmək istəyirsən. Əgər orada deyək ki, masada 6 nəfər əyləşib və hamının da yuxarı-aşağı müəyyən liderlik iddiası var. Əgər çox loru dildə deyəcəm, amma heç kimin sözü bir-birinin boğazından keçməsə, orada heç bir nəticəyə gəlmək olmur və yüksəlişin ən sevdiyim, ən azından keyslər prosesində ən sevdiyim şey nədir? Rəqabət var, amma komanda işi də dəyərləndirilir. Çünki bir çox hallarda biz gördük ki, çox güclü iştirakçılar komanda oyunu göstərə bilməyəndə o keyslərdən biz ən aşağı ballar alırdıq. Yəni bu çox özü belə xırda bir çizgi idi. Həm rəqabət göstərməlisən, amma həmin o rəqiblərlə birgə yaxşı komanda işi də göstərməlisən. Ona görə fikirləşirəm ki, ən birincisi eşitmək qarşısındakını. Qarşındakı insan istənilən vəziyyətdə ola bilər, aqressiv və yaxud da çox belə iddialıdır, çox qərəzlidir sənə qarşı. Sənin onun eşitdiyini ona hiss etdirməlisən ki, mən səni eşidirəm. Bu çox önəmlidir. Amma bunu sadəcə qulaq asaraq belə yox, doğrudan da hiss elətdirməlisən ki, mən səni eşitdim və güvəni verməlisən ki, mən sənin hal-hazırda bu artıq psixoloji faktorlara çox dayanır. Yox, çox maraqlı. Amma məsələn necə? Bu necə məndən hirsli danışan insana başlayalım ki, mən səni eşidirəm. Mən bunu tam olaraq belə deyib, biz bir psixoloq kimi cavab vermək istəmirəm, bu mənim sahəm deyil, amma özüm üçün tapdığım belə deyək də açar məsələlər nədir? Ki, müəyyən suallar verərək onu ümumiyyətlə niyə bunu belə düşündüyünü aydınlaşdırmaq olar. Yəni biz yüksəliş keysindən danışırıqsa, olurdu ki, müəyyən bir mövzu gəlirdi. Ən böyük miflərdən biri də onu da deyim, məsələn, adətən olur ki, orada keyslər gəlir müəyyən maliyyə bilikləri tələb eləyən maliyyə məsələlərini həll eləmək və s.
və mən özüm humanitar sahənin belə deyək də sahədəyəm, təhsilim humanitar yönümlüdür. Təsəvvür edin ki, qarşımda bir maliyyəçi və çox uğurlu bir maliyyəçi var, hansı ki top şirkətlərin birində rəhbər vəzifədə çalışır və кейsdə də hansısa bir maliyyə məsələləri var və o aqressiv şəkildə mənə sübut eləməyə çalışsın ki, axı onun sahəsidir. Təsəvvür edin ki, mən orada liderlik göstərib onu eşitməməyə, onun üzərinə belə deyək də nəsə arqument gətirməyə ki, yox düz demirsən, mən düz deyirəm. Bu nə dərəcədə məntiqlidir və yəni bu absurddur mənim düşüncəmlə. Onu eşitmək, onun ekspert olduğu sahəni dinləmək, onu qəbul etmək, ondan sonra dinlə məni, mən gör hansı məsələdən çıxış eləyirəm. Ona görə fikirləşirəm, birinci eşitmək və ona o güvəni vermək ki, mən səni eşidirəm, sənin arqumentini anladım, razı deyiləm ona görə ki, bu məsələlərdə razı deyiləm. Bu artıq müəyyən bir nəticəyə gətirir. Burada empatiya bacarığı əlbəttə ki, gəlir yenə də kommunikasiyanı daha da güclü eləyir. Empatiya sadə tərifini desək nədir? Həm birincisi öz emosiyalarımızı anlayırıq, idarə eləyirik ki, qarşımızdakı aqressiv və yaxud daha belə deyək, bizə xoş olmayan vəziyyətdə çıxış eləyirsə, biz özümüzü birincisi təmkinlə saxlayırıq, nəyi necə dediyimizi çalışırıq fikirləşək və eyni zamanda onun emosiyalarını da anlamağa çalışırıq ki, o görəsən bunu niyə dedi? Ona görə fikirləşirəm ki, belə rəqabət ortamında eşitmək, güvən yaratmaq və o empatiya hissi çox önəmli olacaq. Bəs komanda oyunçusu olmaq bu gün nə qədər vacibdir? Məsələn, çünki biz elə olur ki, artıq evdən işləməyə başlayırlar insanlar, onlayn çalışırlar. Yəni sanki əmək bazarı artıq belə kollektivlikdən çıxır da, insanlar fərdlər olaraq işləməyə başlayırlar. Yəni hələ də bu dəyişən şərtlər fonunda komanda oyunçusu olmaq vacibdir? Çox vacibdir. Çünki istənilən belə deyək, bu nəyə görə həm də vacibdir? Nə qədər də biz mümkün qədər belə uzaqlaşırıq. Bəzən elə artıq layihələr var ki, siz demiş, hər kəsin müəyyən taskı var, heç bilinmir ki, digər komanda yoldaşı nə işlə məşğuldur, başını salır, öz işini görür və rəhbərliyinə göndərir. Amma mən əminəm ki, bu layihələrin uğur faizi digər layihələrdən daha aşağı olur. Çünki tam sadə bir şey deyəcəm. Əgər mən gördüyüm işin ümumi belə deyək, yüksək səviyyədə nəyə xidmət elədiyini bilmirəmsə, mənim komanda yoldaşımın da nə işlə məşğul olduğunu bilmirəmsə, bizim hara getdiyimizi uzaq məsafədə bilmirəmsə, mənim gördüyüm iş sadəcə rutin bir şeydən ibarət olacaq, hansı ki, çox sadə əvəzlənə bilər, avtomatlaşdırıla bilər. Mənim ora qatdığım artıq dəyərin belə deyək də çəkisi aşağı düşməyə çalışacaq. Nəinki hər kəs gördüyü il fərdi də olsa anlayır ki, mən bunu görürəm, komanda yoldaşım bunu görür, o bunu biraz axsatsa mənim işimə təsir göstərəcək. Çünki elə bir layihələr yoxdur ki, orada tapşırıqlar tam belə də izalə olunmuş şəkildə hansısa bir hətta texniki işlərin belə, izalə olunmuş texniki taskların belə nəyəsə gətirir, müəyyən bir əlaqə var. Ona görə təkcə özüm bunu etdim, sonra mənə maraqlandırmır, mənim bu tapşırığım sonra kimin əlinə düşəcək və necə olacaq. Bu yəni ancaq uğursuzluğa gətirə bilər. Bu mənim inandığım bir şeydir. Bəs hansı xüsusiyyətləri görəndə düşünürsünüz ki, bu adam komanda oyunçusu deyil? Məsələn, birincisi yəqin paxıl adamlar. Paxıl adamı da yəni komanda oyunçusu etmək olar əslində. Yəni mən insanların belə deyək də bu kimi keyfiyyətlərini o empatiya hissi deyirəm, bilmirəm, bəlkə də çox yüksək səviyyədə olmağında da müəyyən belə deyə də limitləmələr olur, çətinliklər olur, amma paxıl insan belə nəyə görə paxıl olduğunu biraz fikirləşmək olar. O görəsən niyə belədir? Bəlkə onun müəyyən qorxuları var. Bəlkə o fikirləşir ki, rəhbəri onun işini görmür, o birisini görəcək, ona görə paxıllıq eləyir. Yəni burada doğru komandada, bu cür komandalarda doğru rəhbər olmaq, doğru rəhbərlik hərəkətləri etmək o qədər önəmlidir ki, o paxıl insan deməyim, paxıl davranış deyək də, əgər göstərirsə və içində elə bir hiss varsa, bu insani bir hiss də ola bilər. Yəni bunu belə qəbul etmək lazımdır. O deməkdir ki, o pis insandır. Bunu qəbul edib və onun səbəblərini biraz düşsək, bəlkə də o səbəbləri aradan qaldırsaq, onda o paxıl insan belə başa düşəcək ki, buna heç lüzum yoxdur, ona görə komanda oyunçusuna çevrilmiş olacaq. Bəs hər hansısa bir yumşaq bacarığın olmaması və ya zəif olması, bu ona səbəb ola bilərmi ki, həmin adamdan sağollaşmaq lazım? Çox yaxşı texniki bacarıqları var, amma o yoxdursa çıxardaq onu işdən.
Belə işdən çıxartmaq, mən buna biraz tam olaraq öz yanaşmam necədir? Yəni mən fikirləşirəm ki, hər kəs kommunikasiya ilə həll edilməyəcək problemin olduğunu düşünmürəm. Yəni mən fikirləşirəm ki, düzgün ünsiyyət quraraq, düzgün gözləntiləri deyərək, qarşıdakı insanın da, əməkdaşın da çətinliklərini eşidərək hər şeyə həll tapmaq olur. Əməkdaşla yollar ancaq o zaman ayrılmağı məntiqli olur ki, hansı ki doğrudan da gözləntilər öncədən doğru şəkildə ifadə edilib ki, əməkdaşdan nə gözlənilir, daim onunla geri bildirim görüşləri olub, daim əməkdaşın çətinlikləri dinlənilib, o bu nəticəyə niyə çata bilmir, bəlkə mən necə dəstək göstərə bilərəm, bəlkə bu ümumiyyətlə tapşırıq rol ona uyğun deyil, bəlkə onun bacarığını başqa yerdə qiymətləndirmək olur. Yəni o qədər steplər var ki, addımlar var ki, əməkdaşla ayrılmaqdan qabaq. Ona görə əməkdaşla ayrılmaq artıq qarşılıqlı şəkildə əməkdaş da qəbul edirsə ki, mən bunu artıq etmək istəmirəm, bacarmıram bunu. Yəni gözləntilər budur, məndə də budur. Bütün bu köməklərə baxmayaraq biz bacarmırıq. O zaman əlbəttə ki, ayrılmaq, başqa bir layihəyə təhkim etmək, əməkdaşı belə yollara əl etmək olar. Amma əməkdaşı işdən çıxartmaq çox asandır. Yəni bundan qabaq ediləsi addımlar var. İlay xanım, bəs seçim qarşısında qalsaz, məsələn, bir nəfərin çox yaxşı yumşaq bacarıqları var, empatiya, liderlik, nə bilim, ünsiyyət və s. Amma texniki bacarıqları o qədər də çox deyil. Yəni yaxşı bilmir öz işini. Amma bir də onun əksi, o öz işində çox yaxşı mütəxəssisdir, amma o yumşaq bacarıqlar, xarakter o deyil. Yəni işləmək olmur onunla. Onda kimi işdə saxlamaq lazımdır? Nə gözəl sual. Çox yaxşı sualdır. Burada belə deyək, ilk sadəcə giriş verim ki, bu əlbəttə ki, işin belə deyək, müəyyən şərtlərdən asılıdır. Nə dərəcədə qısa bir vaxt var tapşırığı həll etməyə, hansı bir layihədir, hansı ki, yumşaq bacarıqları inkişaf etdirməyə vaxtımız yoxdur, ciddi bir layihədir, orada texniki bacarıq çox önəmlidir. Əgər elə situasiyadsa, texniki bacarıq üstünlüyü tutarım. Amma əgər belə bir limitləmələrimiz yoxdursa, onda həmişə yumşaq bacarıq yüksək olan insanı, çünki yəni bu artıq bütün araşdırmalar bunu göstərir ki, texniki bacarıq öyrədilə bilən bacarıqdır. Yumşaq bacarıqlar isə burada nəzəriyyələr fərqlidir. Öyrədilə bilən deyənlər də var, öyrədilə bilməyən. Mən inanıram ki, öyrədilə biləndir, dəyişə biləndir, amma bu çox uzun müddət tələb eləyir. Və bir kadr yetişdirmək, qazandırmaq üçün ikincini seçərəm. Yəni bacarıqları, yumşaq bacarıqları daha yüksək. Amma bu layihənin işin spesifikasına asılı olaraq dəyişir əlbəttə. Düzdür, biz bir neçəsindən danışdıq, amma sizə görə bugün ən çox tələb olunan, lazım olan yumşaq bacarıqlar hansıdır? Ünsiyyəti dedib, emosional intellekt, empatiyadır. Əslində emosional intellekti ümumi vurğulayardım. O ayrı hər bir yumşaq bacarıq əslində içində belə deyə də bəzən əhatə edən bir ayrı bir paraqrafdır. Bu çox önəmlidir əlbəttə ki. Emosional intellekt tənqidi düşüncə mütləq vurğulayardım. Yəni kritik düşünmə bacarığı günü-gündən də artır. Hətta texnologiyanın inkişafı ilə daha da lazımı hala gəlir. Amma məncə onu biraz izah etmək lazımdır. Çünki tənqid deyəndə elə bilər ki, sən nə təklif etsən, yox demək lazımdır. Tənqidi düşüncə deyəndə, yəni təhlil, analiz, yönümlü bir düşüncə tərzinə malik olmaqdır. Belə deyə də ağ-qara deyil, müəyyən boz sahələrdə baş verir hər şey, onları düşünmək, nə, niyə baş verib, parçalara ayırmaq, bu oldu ona görə ki, bu filan şərtlər idi, bəlkə belə etsin. Burada həm riskləri qiymətləndirmək, dəyərləndirmək, həm ümumilikdə bütün situasiyanı analiz eləmək, bura emosional intellekt də girir. Yəni o qədər vəhdət halında olan bir şeydir ki, bu yumşaq bacarıqlar əslində çoxu bir-biri ilə. Ona görə tənqidi düşüncə deyəndə daha çox analiz etmə, analitik bacarıqlar nəzərdə tutulur. Bu dövrdə də əhəmiyyəti ona görə daha da artır ki, yəni hal-hazırda resurslar o qədərdir ki, süni intellekt o qədər insana informasiya verir ki, hətta qərarı belə bəzən verə bilir. Orada sorğulamaq, yəni bir informasiya axtaranda 10 dənə mənbə çıxır, orada hansı, niyə doğrudur, onu bir analiz etmək indi çox önəmlidir. Tənqidi düşüncə deyərdim. Qərar vermə bacarıqları əlbəttə ki, önəmlidir, ardıcıllığı belə desək, amma artıq məsələn yeni ifadələr çıxır, etik qərar vermə anlayışı çıxır. Tutaq ki, bu zaman dəyişdikcə bu yumşaq bacarıqların təsviri də artıq yavaş-yavaş dəyişməyə başlayır, başqa forma. Çünki qərar vermə bacarıqları nədir? Müəyyən bir situasiyada şərtləri analiz elədin, daha doğru qərarı verir, hansı ki rəhbərlərdə mütləq tələb olunan bacarıqdır. Amma artıq texnologiya elə hala gəlib ki, sən ona verilənləri, şərtləri verəndə o özü sənə
sənə qərar çıxarda bilər, düzdür? Yəni ən sadə, primitiv deyək ki, biz indi hər kəsin ChatGPT kimi istifadə elədiyi müəyyən AI toolları var da. Biz ora yazırıq ki, məndə budur. Sonda gəlmək istədiyim nəticə budur. Səncə hansı qərar seçim? O belə sənə deyə bilər. Amma burada artıq gəlir etik qərar vermə. Bu verilmiş qərar nə dərəcədə belə deyək də həm situasiyaya uyğundur, kimlərin maraqlarına toqquşa bilər. Yəni bunu tam olaraq artıq o insani duyğular da girir ortaya. Yəni cəmiyyətə görə, cəmiyyətə faydası, bəli, bütün belə deyək, maraqlı tərəflərə deyək də, bu qərarın sonda təsir edəcəyi şəxslər, bu ən sadə belə deyək, ən yaxın çevrədən tutun, siz demiş cəmiyyətə qədər uzana bilər bu təsir. Artıq o məsələ girir. Bu bir daha sübut eləyir ki, yəni yumşaq bacarıqlar o qədər önəmlidir ki, texniki bacarıqlar, süni intellekt, avtomatlaşdırma ilə əslində müəyyən bir müddət sonra yəqin ki, əvəz olunacaq, amma yenə də yumşaq bacarıqlar indiki halda olmasa müəyyən forması dəyişmiş halda yenə də tələb olunacaq. Sizin müşahidənizə görə adətən əməkdaşlarda hansı yumşaq bacarıq çatışmır? Ay, bunu təkcə öz komandamdan demirəm, buradan izləyərlər birdən üzərlərinə götürməsələr. Ümumilikdə insan resursları sahəsində çalışmışam uzun müddət və belə deyək də təşkilatlarda müəyyən performans dəyərləndirmələri və s. aparılır, bilirsiniz ki, bu da insan resursları əməkdaşlarının birbaşa iş sahəsidir. Belə deyim, mənim şəxsi təcrübəm onu göstərir ki, hal-hazırda zamanla da işə sahiblik, sahibkarlıq duyğusu da biraz azalmağa başlayır. Məsələn, mənə sual versəz ki, ən önəmli komandana götürəcəyin, işləmək istədiyin əməkdaşlarda hansı bacarıqlar olmalıdır? Mənim üçün ən önəmlisi, yəni əlbəttə ki, dürüstlük, bunlar çox önəmlidir mənim üçün, amma bu işə sahiblik məsələsi ki var. Yəni o çatmayanda mənə elə gəlir ki, heç nə çatmır. Özün sanki belə yad, biganə aparanda sən onunla davam etmək istəyirsən. Çünki işə sahiblik nədir? Yəni bir insan gördüyü işin sahibi olanda onun dəyərini anlayır. Niyə? Yəni o can yandırmaq can yandırır, məsuliyyətli olur, səhv edən risk alır, çünki yaxşı nəticə göstərmək istəyir, amma səhv edəndə də onun nəticəsini sadəcə rəhbərdən gizlənmək lazım deyil, onu bilir, qaldırır məsələni. Yəni bütün hər şeyin arxasında mənə görə işə o bağlılıq hissi qalır. Çox razıyam, amma burada sanki hər şey də əməkdaşdan asılı deyil. Razıyam ki, onun öz canında da olmalıdır o. Amma həm də rəhbər sanki o vəziyyət, o situasiyanı yaratmalıdır ki, əməkdaş o işə sahiblənə bilsin. Mütləq və çox sevindirici əslində haldır ki, hal-hazırda ən azından yüksəlişin qalibləri də demək olar ki, əksəriyyəti rəhbər vəzifələrdə çalışır. Onlarla kommunikasiyaya girəndə, ətrafımızdakı gənc rəhbərlərə əsasən də görəndə sevindirici haldır ki, artıq idarəetmə üslubları biraz dəyişir. Pozitivə doğru dəyişir. Görmək istədiyimiz idarəetmələri artıq görürük. Yəni nə deməkdir? O sahiblik duyğusunu necə yaratmaq? Yəni əməkdaşa bəzən şərait yaratmaq ki, bir çox hallarda əslində bəzən yox, ki o işi özü idarə eləsin, aparsın, öz səlahiyyətləri çərçivəsində müəyyən qərarlar versin, hər şey rəhbərin istədiyi kimi olmasın, onun da bir fikri olsun, düşüncəsini desin. Belə olan halda onun bir sahibliyi yaranır əlbəttə ki, can yandırır. Yoxsa əgər hər şey rəhbərin dediyi kimi olsa ki, get bunu elə gəl, orada mən də razıyam sizlə ki, lap canında da olsa o artıq onu nümayiş etdirməyəcək. Yəni. Və həm də o özünü artıq reallaşdıra bilmədiyinə görə çıxıb oradan da getmək istəyəcək. Tamamilə doğru. Bir də bu çatışmayan xüsusiyyətdir. Vurğuladınız ki, bu ən əsas budur. Bir də deyirlər ki, stresin idarə edilə bilməməsi. Yəni əməkdaşların çoxunda stres olur və onu düzgün idarə. Təkcə əməkdaşlar, rəhbərlərdə də var və bunu yaxşı idarə edə bilmirlər. Razısınız? Razıyam. Sadəcə belə deyək, bu təkcə işdə yox, insan təbiətində, yəni stres belə deyək də, bu bir reaksiyadır da, situasiyalar dəyişir, biz bir reaksiya verir bədənimiz, bəzən reaksiya verir, bəzən özümüz elə bilirik, hər şey yaxşıdır, xəstələnirik, sən demə uzun müddətdir stres çəkirmişik və s. Bu məsələlər belə deyək, burada digər məsələlər əslində çox önəmlidir, çünki hər şey doğrudan da yanaşmadan asılı, yəni nəyi necə qavrayırsandan çox asılıdır da.
bayaq əslində bacarıqları danışanda önəmli bacarıqlardan biri də məsələn adaptivlik, çeviklik bacarığını deyərdim. Çünki bu bacarıqlar olmayanda insanlar çox və indiki müasir dövrdə hər şey dəyişir. O qədər sürətlə dəyişir ki, sən bir həftə bir işi bir həftə görürsən və sonra birdən-bir nəsə dəyişir və sən məcbursan təzədən hər şey. Hələ mən yaxşı halı dedim bir həftə. Bəzən bu aylarla olan bir iş olur da. Və sən çeviklik bacarığın yoxdursa, sən situasiya adaptasiya ola bilmirsənsə, nə olur? Sən tənqidi düşüncən də yoxdur, analiz eləməmisən ki, bu niyə baş verdi? Heç riski də dəyərləndirməmişdin ki, gözləmirdin bu məsələnin baş verəcəyini və sən orada sadəcə itirirsən özünü, belə də dəyişən situasiyanı idarə edə bilmirsən. Ona görə bəzən olur işə qəbul elanlarında bacarıqlar gözləntilərdə yazırlar, stressə davamlı və s. Mən oradan biraz çəkinirəm həmişə, yəni xoşlamıram. Yəni bu mən işi biraz sorğuladır ki, görəsən orada nə baş verir ki, stressə davamlı bir iş. Çünki hər işdə onsuz da var. Hər şey belə deyək, hər şey hissələrə ayırıb, ayrı-ayrı həm idarə eləyəndə, həm anlayanda, o bayaq komanda işi dediyi, bütün işi böyük görəndə, onda olan dəyişikliyə də daha tez uyğunlaşırsan, panikaya düşmürsən, stres çəkmirsən. Ümumiyyətlə mümkündür tam stressiz iş yeri yaratmaq? Stressiz biraz o stres sözündən o qədər çəkinirəm ki, yəni fikirləşirəm ki, tam bəlkə istədiyimiz kimi anlaşılmaz dinləyən şəxslər arasında, amma mümkün deyil ki, hər şey dörd-dörtlük planladığımız kimi getsin. Çünki nə qədər də ən yaxşı planlamalı etsək, bu elə planlama bacarığında da odur ki, sən daim situasiyaya uyğunlaşmalısan. Vəziyyət dəyişdi, sən planını dəyişirsən. Bunu sadəcə öncədən, məsələn, burada rəhbərlik bacarıqları artıq mütləq şəkildə rol oynayır ki, rəhbərlər daim o stresi hiss edə bilərlər, çünki daha yuxarı səviyyə rəhbərlərlə görüşürlər və daha böyük vəziyyəti görürlər. Amma işçilərə elə gəlmir. Onlar elə bilir ki, daha çox stressi onlar keçir. Əsas burada yəqin ki, rəhbərin rolu çox önəmlidir. Onu necə kommunikasiya eləyib, yəni bəlkə də doğrudan da onlardan elə tələb eləyir. Amma stressiz, yəni həyat yoxdur. Yəni planlama, hər şeydə düzgün etsən də dörd-dörtlük həyat yoxdur. Sadəcə qəbul etmək və daim çevikləşib adaptasiya etmək lazımdır, fikirləşirəm. Bir də texniki bacarıqları məsələn müəyyən qədər ölçmək olur, bilmək olur ki, kim nədə nə qədər yaxşıdır. Amma yumşaq bacarıqlar üçün belə meyarlar var. Meyarlar var və qeyd elədim ki, mən özüm də bu sahədə çalışmışam və daim əsas da müəyyən departament rəhbərləri ilə təşkilat daxilidə daha belə müzakirələr gedir. Onlar belə deyək, buna inanmırlar. Çünki yumşaq bacarıqların ölçülməsi çox çətindir və bu 2/2 deyil. Yəni ona görə bunun cavabı da 2/2 deyil. Hətta yüksəlişin özündə belə yumşaq bacarıqlar ölçülür və bizə müəyyən bir hesabatlar gəlir qalib olandan sonra biz orada görürük ki, orada deyilmir ki, səndə bu bacarıq filan faizlə dərəcəsi var və s. düzdür. Orada bu bacarığı necə nümayiş etdirdiyi ölçmək üçün müxtəlif situasiyalara salırlar. Bir nəfər səni bu tərəfdən yoxlayır, o birisi nəfər sonra oradan yoxlayır və s. Tam əmin olana kimi ki, sən liderlik nədir, belə deyək də, o necə deyim, davranışlarını göstərirsən, nümayiş etdirirsən. Bunu nümayiş etdirirsənmi? Hə, onu ölçmək olur. Amma bu sənin içində varmı? O çox çətin məsələdir. Yəni bəlkə də yoxdur, sadəcə nümayiş etdirməyə bacarırsan. O da var. Elələri də var. Əslində bu da bir bacarıqdır. Bəli, düzgün özünü yaxşı təqdim etmək. Bəli, bu lazımlı bacarıqdır əslində. Lazımlı bacarıqdır, amma belə deyək də, olmayanda bir şey müəyyən bir müddətdən sonra artıq bunu təqdim etmək biri var ki, bu səndə var, sən bunu təqdim etməlisən. Mən həmişə yüksəliş müsabiqəsinə indi qoşulanlar da var. Yeni mərhələsi 5-ci artıq proses davam edir. Həmişə soruşurlar ki, necə davranmaq, əsasda yarımfinal və final mərhələsində. Mən həmişə bir şey deyirəm ki, göstərməlisən bunu. Bunu əslində yaxşı mənada. Çünki sənin bacarığın ola bilər ki, var, amma sən bunu nümayiş etdirmirsənsə, səni oradakı ekspertlər necə bilə bilər ki, sənin içində əslində liderlik bacarığı var, əgər sən bunu göstərmədinsə. Bu iş həyatında da belədir. Ola bilər ki, tənqidi düşüncə mükəmməl səviyyədədir insanın, amma o onu hansısa bir situasiyada göstərmədi, analiz eləmədi, demədi, danışmadı, yəni fikrini belə də səsli şəkildə ifadə eləmədi. Heç kəs görməyəcək. Ona görə demək əslində önəmlidir, amma bəziləri utanır məsələn. Demək. Elə eşidiblər ki, heç vaxt adam özünü belə gözə soxmalısan, sən sakit olmalısan, sadə olmalısan, bu etmək yaxşı deyil.
Burada əslində fikirləşirəm ki, bunun üçün heç ekspert olmağa ehtiyac yoxdur, hiss eləməkdən ki, bəzən yəni dolu insanın belə deyək də təqdim etməsi və boş insanın hansı ki bu bacarıq onda yoxdur, onu təqdim etməsi. Çünki bu bir müddətdən sonra artıq ifratlaşır və hiss olunur ki, belə deyək də artıq bu başqa şeydir. Amma mütləq şəkildə demək lazımdır, danışmaq lazımdır, fikrini bildirmək lazımdır. Əgər bir şey haqqında fikrin varsa, onu bildirməlisən. Yəni burada müxtəlif faktorlar var. Həm bizim tarixi keçmişimiz, mədəniyyətimiz, valideynlərimizin keçdiyi tərbiyə, qadın olaraq sənin korporativ mühitdəki vəziyyətin, sən artıq fikirləşirsən ki, mən bunu deyim, deməyim, amma bunlar hamısı bütün bu beynimizdə bizi limitləyənləri qoymaq lazımdır və əgər bir şey haqqında bir fikrin varsa, onu mütləq bildirməlisən. Yəni bunun tək çıxış yolu budur. İlay xanım, öz fikirlərinizi bizimlə paylaşdığınıza görə təşəkkür edirəm. Çox sağ olun. Bugünkü həmsöhbətim 3-cü yüksəliş müsabiqəsinin qalibi İlahə Baxışova Tahirli idi. Biz onunla birlikdə yumşaq bacarıqlar haqqında danışırdıq. Bunun bizim karyeramıza xeyri nədən ibarətdir? Bu haqda müzakirəmizi apardıq.